Vətənpərvər deyir ki, məktəbə məktəbli kimi getmək lazımdır. Ərəb milli geyimində yox. Tamamilə razıyam. Mən də ərəblərin milli geyimini bəyənmirəm. Çünki ərəblərin milli geyimində xanımlar üçün xüsusilə çox göstərişli, çox iri zinət əşyaları var, bəzək əşyaları var və bu məktəbə uyğun deyil. Amma unutmayın ki, ərəblərin milli geyimi İslamın göstərdiyi hicabdan fərqlidir. Onlar fərqli anlayışlardır. Məktəblilərin geyiminə baxsaq, məktəblilərin geyimi heç bizim də milli geyimlərə uyğun deyil. Ümumiyyətlə, dünyanın milli geyimlərinə uyğun deyil. Müasir Avropa geyimlərinə uyğundur. Yəqin ki, bir vətənpərvər olaraq dostumuz ərəblərin, başqa bir millətin geyimini təqlid etmək istəmirsə, müasir Avropanı da istəməyəcək 100%. Ən yaxşı yol budur ki, qayıdaq öz tarixi kimliyimizə. Məsələn, aşağıda şəkilləri görəcəksiniz. Tomris, Koroğlunun Nigarı. Bunlar biraz daha uzaq tarixdir də, bəlkə də heç real şəxslər olmayıblar. Bu iddialar da var. Məhsəti Gəncəvi, Həcər, Qaçaq Nəbinin Həcəri. 1918-ci ilə qədər internetdə axtarış verək Azərbaycan xanımlarının milli geyimi necə olub? Və Sovetlər, Ruslar Azərbaycanı işğal eləyəndən sonra geyimimiz dəyişdi, çox təəssüf. Həm bəylərdə, həm xanımlarda. Amma gəlin görək, Rus işğalına qədər bizim milli geyimimiz necə olub? Yəqin ki, vətənpərvər dostumuz da bundan sonra bilmirəm xanımdır, bəydir, amma hər bir halda milli geyimlərə üstünlük verəcək.